Salam, heç düşünmüsünüzmü? Futbolda elə bir texnologiya var ki, əslində ədalət gətirmək üçün yaradılıb, amma bəlkə də oyunun ən böyük sehrini, o anlıq partlayıcı qol sevincini bizdən alıb. Bəli, söhbət məhz VAR-dan, yəni video köməkçi hakimdən gedir. Gəlin birlikdə baxaq. Bu sistem həqiqətən də futbolu xilas etdi, yoxsa onun ruhunu yavaş-yavaş öldürür? Gəlin bir anlıq zamanda geri gedək. Hər şeyin başladığı o ana. 2010-cu il, Dünya Çempionatı. Milyonlarla insanın nəfəsini tutub izlədiyi bir oyun, bir zərbə və açıq-aşkar səhv bir qərar. Bax, texnologiyanın futbola gəlişi üçün o qığılcımı məhz bu ana lovlandırdı. Bu sadəcə bir oyun epizodu deyildi. Bu müasir futbolun ən böyük qramının başlanğıcı idi. Bəli, hər şey bir qolla başladı. Daha doğrusu, sayılmayan o məşhur qolla. İndi gəlin o tarixi anı və onun bütün futbol dünyasında necə bir dəyişiklik tələbi yaratdığını daha yaxından incələyək. Deməli, vəziyyət belədir. Almaniya 2-0 öndədir. İngiltərə təzyiqi artırır, fərqi 1-ə endirir və cəmi 1 dəqiqə sonra, 38-ci dəqiqədə Frank Lampardın o möhtəşəm zərbəsi. Top dirəyə dəyir, qapı xəttini bəlkə də yarım metr keçir. Bütün dünya, stadiondakılar, televizor qarşısındakılar hamı bunun qol olduğunu görür. Bir nəfərdən başqa. Hakim. Qərar, oyun davam edir. Bu sadəcə bir səhv deyildi. Oyunun bütün taleyini dəyişdirən bir an idi. Baxın, bu tək bir amma çox yüksək profilli səhv əsas problemi çılpaqlığı ilə ortaya qoydu. Bütün dünya gördü ki, insan gözü yanılır. Və bu yanılğı bir komandanın taleyinə necə təsir edə bilər? Məhz bu hadisə texnoloji müdaxilə üçün bir katalizatora, yəni əsas təkan verici qüvvəyə çevrildi. Yaxşı, belə bir açıq-aşkar səhvdən sonra sual bir mənalı idi. Bir daha belə bir şeyin yaşanmaması üçün nə etməli? Cavab, əlbəttə ki, texnologiyada tapıldı. Gəlin görək, bu texnoloji həll nədən ibarət idi və necə işləyirdi? Və buradakı fərq inanın ki, çox önəmlidir. Bir tərəfdə hamının sevərək alqışlarla qəbul etdiyi qapı xətti texnologiyası var. Cavabı sadədir. Top içəridədir, yoxsa yox. Qara və ya ağ. Heç bir mübahisəyə yer yoxdur. Amma o biri tərəfdə VAR var. Onun işi isə açıq və aşkar səhvləri tapmaqdır. Və məhz bu açıq və aşkar ifadəsi bütün mübahisələrin, bütün problemlərin mərkəzində dayanır. Yəni, rəsmi tərifə görə, VAR-ın əsas məqsədi oyunun taleyini dəyişə biləcək o böyük, o kobud səhvləri minimuma endirməkdir. Kağız üzərində məqsəd aydındır. O, hakimin yerinə qərar vermir. Sadəcə ona kritik anlarda kömək edir. Və bu, çox-çox vacib bir məqamdır. Bunu unutmayın. VAR, meydandakı hər xırda epizoda, hər mübahisəyə qarışa bilməz. Onun səlahiyyəti yalnız və yalnız bu 4 oyunun taleyini kökündən dəyişə biləcək vəziyyətlə məhdudlaşır. Bəs bu proses necə işləyir? İlk baxışda mürəkkəb görünə bilər, amma əslində məntiqi sadədir. VAR komandası arxa planda bir otaqda hər şeyi səssizcə yoxlayır. Şübhəli bir şey gördükdə qulaqlıqla hakimə xəbərdarlıq edir. Hakim ya onlara inanır, ya da özü gedib monitora baxır və ən əsası, son sözü həmişə meydandakı hakim deyir. Deməli, bütün bu sistemin arxasındakı idealist məqsəd buydu. Lampardın sayılmayan qolu kimi hadisələr bir daha təkrarlanmasın və oyun daha ədalətli olsun. Niyyət əla idi, elə deyilmi? Amma reallıq bir qədər fərqli alındı. Yaxşı, bəs necə oldu ki, ədaləti təmin etməli olan bu sistem özü ən böyük mübahisələrin səbəbkarına çevrildi? İndi gəlin, hekayənin o biri tərəfinə baxaq və görək, VAR dərman oldu, yoxsa özü yeni bir xəstəliyə çevrildi? Bu qrafikə bir baxın. Dəyişiklik sadəcə heyrətamizdir. BBC-nin apardığı sorğuya görə, əvvəllər azarkeşlərin təxminən 4/3-ü texnologiyanın gəlişini dəstəkləyirdisə, indi böyük əksəriyyət ona qarşıdır. Bu, sadəcə bir fikir dəyişikliyi deyil, bu, əsl inqilabdır. Və ən pisi də odur ki, bu narazılığı ən çox oyunu canlı, bütün atmosferi ilə stadionda yaşayan azarkeşlər hiss edir. Təsəvvür edin, stadiona gedən az qala hər 10 nəfərdən 8-i deyir ki, mənim üçün VAR təcrübəsi ya pis, ya da çox pisdir. Bu artıq adi bir şikayət deyil, bu oyunun ürəyindəki böyük bir problemdən xəbər verir. Yaxşı, bəs azarkeşləri konkret olaraq narazı salan nədir? Səbəblər çoxdur. Birincisi, o partlayan o anlıq qol sevinci var ha. Bax, o demək olar ki, yox olub. Hamı qoldan sonra hakimə baxır ki, görəsən VAR yoxlayacaqmı? Oyunun ritmi pozulur, uzun-uzun pauzalar yaranır. Və ən əsası, səhvlər yox olmayıb, sadəcə meydandan monitor arxasına keçib. Baxın, bir azarkeşin bu səmimi etirafı, məncə, vəziyyəti kitablardan daha yaxşı izah edir.
VAR-ın tamaşaçı təcrübəsinə emosional təsiri məhz budur. O partlayış, o anlıq coşqu artıq əvvəlki kimi deyil. Deməli, bütün bu problemlərdən sonra ortaya bir sual çıxır. Biz mükəmməl ədalət axtarışında oyunun ruhunu, onun səhrini qurbanmı veririk? Gəlin son bölməmizdə texnologiya və ənənə arasındakı o incə, o çətin balansı tapmaq cəhdlərinə birlikdə nəzər salaq. Bütün mübahisələrin, bütün davadalaşın mərkəzində dayanan ifadə bax budur, açıq və aşkar səhv. Problem isə ondadır ki, bu ifadənin özü son dərəcə subyektivdir. Yəni bir hakim üçün açıq və aşkar olan bir səhv, digəri üçün mübahisəli bir epizod ola bilər. Bütün ziddiyyətlərin mənbəyi də məhz buradadır. Amma yaxşı xəbər də var. Bütün bu tənqidlər cavabsız qalmır. Futbol qurumları azərkeşləri dinləyir və şəffaflığı artırmaq üçün yeni addımlar atır. Məsələn, bəzi liqalarda artıq VAR otağındakı danışıqları yayımlayırlar ki, insanlar qərarların arxasındakı məntiqi başa düşsünlər. Və sonda gəlib bu əsas suala çıxırıq. Biz səhvləri tamamilə aradan qaldırmaq üçün texnologiyadan istifadə edirik, amma bu prosesdə oyunun ruhunu, onun emosiyasını, hətta bəzən insan faktorunun yaratdığı o gözəl qeyri-müəyyənliyi itirmirik ki, bu cavabı hələ də axtarılan çox böyük bir sualdır.